Dəmir yol bələdçisi işi var yoldaşlar, dəmir yol bələdçisi işi var. Bu amma Gəncədədir yoldaşlar, amma narahat olmayın, başqa bələdçi işi də var. Bu isə Azaldadır, amma onu növbəti videoda Allah qoysa deyərəm. Amma bu sərnişin vaqonunun bələdçisi işi Azərbaycan dəmir yollarındadır, amma Gəncədədir. Amma narahat olmayın, arada bir tez-tez Bakı üzrə də olur, xəbəriniz olsun. Deməli, bu nə tələb eləyir sizdən? Orta təhsil tələb eləyir yoldaşlar. Yəni bu sərnişin vaqon bələdçisi işində sizdən təcrübə tələb eləmirlər. Orta təhsillisinizsə, məsuliyyətli bir şəxssinizsə, müştəri yönümlüsünüzsə, diqqətçisinizsə, bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə, əlaqə vasitəsinə yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Gəncədə başqa işlər də var bu arada. Kürəkçi işi də var, digər işlər də olmalıdır. Əlaqə vasitəsi profildə dediyim kimi. Bu videonu harada görürsünüzsə, orada Toğrul Əzov adlı kanala daxil olun. Kanala daxil olduqdan sonra profildə əlaqə vasitəsini görə bilərsiniz. Ümumiyyətlə, iş tapmanızla bağlı çətinlik çəkirsinizsə, həmin əlaqə vasitəsinə yaza bilərsiniz. Bu qədər, sağ olun, salamat qalın, eşsiz qalmayın.